Herkese salam, kanalıma xoş gəlmisiniz. Qəbələdə ikinci günümüzdür. Yəqin ki, bir çoxunuz mənim kimisiniz. Yerimi dəyişəndə yata bilmirəm. Səhər başlayıram vloga. Bu bizim belə çoxlamızdır. Burada da baseynimizdir. Belə. Axıra kimi belə geçib gedir. Sadəcə uşaq var deyə evdə balaca. Ona görə bağlayırıq. Havuzumuzda birazdan gelip uzanıp zagar alacağım. Səhər yemeğimi yiyeyim. Burada da böyle samavar yandırmışıq. Hərsiz samavar. Burada səhər yuxudan duran kimi birinci samavarı yandırıb qaynadırıq ki, həm çoxuq, həm də ki samavar çayı başqadır. Orada ancaq samavar çayı içdik. Bunu burada hazırlayırıq. Sonra fikrimizi dəyişdik. Dedik burada koyaq kömürün üstə pişsin. Çünki çoxlu kömür almışıq nə qədər. Samavarı siz də belə yandırırsınız mı? Biz qazın üstə belə kömürü qoyuruq. Şöyle təmizləyəcəm buranı. Qazın üstə qoyuruq, biraz köz düşür. Hələ nə qədər aparıb doldurmuşam içine. Biraz buna da köz düşsün. Harı samavara atıram. Burada da pomidor yumurta edirik sacda. Gelip bu sacdan özümə də alım. Həyat evi deyil bizdə. Hamı yatıb. Bir ayla durub, bir mən durmuşam. Nilay durub. İbrahim Tural yatıb, Sevagil yatıb. Bu çox yaxşıdır. Qazın üstə közü düşür. Aparırsan. Götürüm. Oradan. Neyse. Elime kömür yapıştı. Ne kadar? Allah düşünebilecek işte buna. Tutarlar. Allah utanmasın. Elen. Ne bakalım. Orada kömürün odu uçtu, barmağıma yapıştı. Ona göre özümden aslamadan kömürler döküldü yere. Sonra ise yığıp geri temizleyeceğim oranı. Bu arada eğer kanalıma abone değilsizsə mütləq kanalıma abone olup beni dəstək olmayı unutmayın. Vloglarımı yaxınlarınızla paylaşın. Bu arada Instagramda aktivəm. Hər gün story paylaşıram. Oradan da canlı beni hər gün izləyə bilərsiniz. Bunu şorsta da çekip koymuşam. Evet. Bekler. Səhərində ama güneş de var istedi. Burada və sizə göstərmişdim. Pomidor yumurtanı qaz üstünə qoymuşduq. Belə sacda. Sonra fikrimizi dəyişdik ki, evdə manqal var, kömür var. Ona görə də elə sacı kömürdə pişirək pomidor yumurtanı. Sonra gətirdim belə kömürdə hazırladıq. Burada 2 dəfə səhər yeməyi elədik. İkisində də pomidor yumurtanı sacda belə kömürdə pişirdik. Çox ləzzətli, çox dadlı idi. Doğrudan da fərqi var idi. Düşünürəm ki, həyat evim olsa hər gün belə səhər yeməkləri hazırlayaram. Həyat evi çox başqadır. Elə bu özəlliklərinə görə hər kəs məncə həyat evi istəyir. Yumurtası da pişsin. Az kalır. Oturun çömür atalım. Biraz da kaynasın. Çay demleyeyim. Ha Sermet. Bu da bizim səhər yeməyi süfrəmiz. Doğrudan da maşallah olsun, heç bir şeydən özümüzə korluq verməmişik. Çox qəşəng bazarlıq eləmişdik. Ona görə də süfrəmizdə hər şey var idi.
Bu evdə ən çox istirahət eləməyimin səbəbi hovuz oldu. Gələn gündən hovuzda olduq. Birinci gündə axşam saatlarına olmağına baxmayaraq hovuza girdik. İkinci gündə səhər yeməyindən sonra belə başladım çimməyə. Düz gün orta saatlarına qədər. Yəni bolca çimdim, doydum. Yəni bizdə Tural ikinci dəfə də suya girirdilər. Artıq mən istəmədim. Yəni o dərəcədə doymuşdum. Hovuzda ən çox sevdiyim suya tullanmaqdır. Onu da dəfələrlə etdim. Əslində Nilay üzə bilir, 3 ay üzgüçülük yaparmışam dayanmadan. Sadəcə olaraq bu nədirsə, şarlara öyrəşib, onlarsız suya girmək istəmir. Əslində orada çıxartdığı arada üzürdü. Psixoloji düşünürəm, öyrəşib. Gərək arada yenə hovuza aparım. Müəllim yanında bir ayda biraz məşq eləsin. Bu psixoloji olaraq biraz özünə güvənsin. Hovuza girirdim arada da, orada lejanka var idi, uzanırdım günəşin altında. Hamımız günəşdə yanmışdıq dəhşət dərəcədə. Baxmayaraq günəş kremi aparmışdım, hamımız da vurmuşduq. Xeyri olmadı, yenə də yanmışdıq. Mən demək olar ki, çox uzandım, istəyirdim ki, zaqaram, çünki ağam, sarışınıram deyə biraz qızarıram, sonra yenidən ağarıram. Ona görə çox uzanmışdım. Dedim ki, qaralım, o da ki, qıpqırmızı olmuşdu. Burada bir dənə Rahim çimmədi, ancaq qıraqlarda gəzdi, bir də oturub ayaqlarını suya salırdı. Nəsə qorxdu, biz də məcbur eləmədik. Neyse havuzdan çıxdıq, artıq belə qaralmışam. Biraz elə biləm ləkəli qaralmışam. Biz baseynlə cızıb qollarımı. Çıxdıq hamamdan. Saçımı quruluyum. Sonra gedib namazımı qılım. Sonra elə keçək manqalın başına kebab eləyəcəm. Belə. Ondan da deyəcəm, belə keçək o. Filmi getirmemişim. Düşündüm ki yakın bir evde olan film. Var ya o da balaca filmlerdendir. Kapını sen. Ev çok güzel bir evdi. Oradan da bu bizim otaktı. Zaten otaktımız orada pencerede, şkaftı. Çok beşik, sergili evdi. Temiz evdi de yani. Sırf bu iş için deyəsən tikiblər. Ama her şeyin fikirləşiblər ki şeydi. Bu belə. Göz altımı nemləndirim mütləq. Çünki xlorlu sudur. Dərslikdən saçımın badam yağı vurmaq götürməmişəm də badam yağı. Göz altı nemləndiricimlə getdi. Belə bir çiyələyim var. Gelin nə geçəydi baxın. Yılanımda çoğu. Çox dinlər belə bir şey. Ne geçəydi. Şeydi. Şimdi gedim oturdu da saçımı kurulayım. Belə çalışdığım qədər çəkirəm. Buralarıma burası elə biləm ləkə düşdü. Baxacağım mən görüm bəlkə əlimi koymuşam belə onu qızardırsın. Kaşımı tutarım. Ama bir de istəyirəm baseynə girəm yenə. Üzməyə belə profesyonel deyil ama üzürəm də. Hoşum gəlir. Birazdan yenə üzəcəm. Yemək saat falan yiyək. Sabahlar 12'də çıxacağıq sabah. Ya Allah. Bəzən video çəkəndə vlogda belə asqır. O yerlərini kəsərəm. Burada kəsməyəcəm. Все. Bırak orada. İlk yerinde reklam çekmişim var. Onu eləməliyim burada.
Yemeğimizi falan yiyeyim. Hamı sakitleşsin. Kişiler sırası yemek yemeyin. Onlar ise giyip sakitleşsinlerse ondan sonra reklam çekişini edeceğim. Sonra da yine incelmeye devam edeceğim. Ara sıra da vloglarda göstereceğim yayınladığımız. Sonra gelenden makyaj falan eləmirəm. Sırf istirahat edirəm də, sırf yəni istirahat edirəm. Ancaq nəmləndirici vururam. Dünən duş vurmuşdum. Hovuza girdim, bütün gözümün altı qapqaraydı. Ona görə bu gün vurmuram. Ona görə də kiprik yaxşıdır, amma kipriklərimi qorxuram ki, heyf eləyərəm. Çünki mənim kipriklərim yəni, uzundur, yaxşıdır. Belə. Kebab çəkirik. Yarısında bəyəyəmiş. Stek edirik. Bunu da koymuştuk sümükləri yeşerdi. Kızarmadı. Ay Allah, geçen değil böyle. Evvelden ikinci günümüzün pazarlığı seyresi gitmişti. Güçlü pazar verilmez, o defa risk ediyor. Çünkü seyre çabuk çıktı. Nerede sokağımız? Rivayla gitmişimdi, kıvam. Bu tarafa kesip düşmüşler. Yine yine pazarlık reklam olmalı. Olabilir. Yani sokağımız. Gördün mü? Kılmıştı. Sonra eski çöreler. Bu Melih'in kokallarıdır. İçine. Araba var. Bana çöreler bizdendir. Özü yumusundan. Doğramışlar. Şu defa bir almış. Sonra akşam çok dikkat. Akşam aburculuğu. Deməli sizə deyirəm. Dünənləri qaçqa aldıq Səydə xanım çəkdirib. Yanımızdan şu kasada qalıb, heç almış. Ona görə bu günləri mən bunu təzdən başlamışdım. Ketçup, bizdə bir aparatımız var. Ketçupu seçsəyimdə bir dəfə alır. Natırı soklar. Nihayət əşyaları var. Seni çıkarak kim çıkartıyor? Yeni bölümün. Soklar, düzən sokları. Bunlar da... Yok, sıfır. Sıfır. Üzüm dünən sizlərin dəfə Teşekkür ederim. Kurabiye, ben yoğurçik, yılayım, Meyve pişer. alma, nane de alacağım. Yıkarsın aslanım. Siparişler de yakışırlar. Ay ya. Teze gelmiş. Kesinlikle. Ben görüşeceğim. Özün getirsin. Özün kesin onu atmatik. Buna yalan. Orada kes nelersin. Yavaş bir kes. Bu ise rahatçı. Ben bunlar de yüzüne göre inşallah tuzla. Başka bir dışarı atmayın. Kapıda çiçeğinizi. Bu da ağzına dolu. Aha. Bu ben misiniz? Benden de. Yılayında. Yılayında. Ne kadar bu başladınız? Deməli, çekler maşındadır. Sen benden bir tane. Üç eve girdiler. Bazar sonra 60'lı çanalatına verdi. Kaslarınız kaçın. Kendisi tendir. Kendine öğrenciliği bir de şu aburcu bırak. 76 yaş. 70 var. 80-90 var. 80'a yakın çıktı. Çünkü bazar sonra aldı. Çok şükür yaş günah. Ha kebaba bak. Kebap yandı. Evet. Çeştim kebaba. Bu yaparlar ne ya? Ama ben bir istiyor açılmaz. Ay bir yandı. Oğlan da geçince verir. Burada kebab işinə mən baxırdım. Hamı getmişdi bazarlıq eləməyə falan. Təcrübəli işlərində mən olduğuma görə kebabları mən hazırladım. Deyilənə görə yaxşı idi. Yaxşı hazırlamışım. Sadəcə olaraq ət mal əti idi. Kebablıq deyildi. Kebaba adətən bilirsiniz də quzu əti gedir, qoyun əti gedir. Ancaq biz mal əti almışdıq. Toyuqlar əsas kebab elədim. Mal ətini də xırda doğrayıb stek elədim. Kebabımız hazır. Qızlar, davamlı əsasda vloqlar YouTube-da yerləşdirə bilmirəm. Həftədə artıq bir dəfə yerləşdirirəm. Biraz başım qarışıqdır. Həm Instagrama köklənmişəm, həm də ki, istirahət eləməyə çalışıram. Bilirsiniz ki, mən də işləyən bir adamam. Yay mənim üçün istirahət zamanıdır. Ancaq çalışacağım ki, bundan sonra davamlı vloqlarımı paylaşım. Ev, təmizlik falan, sizin sevdiyiniz vloqları tez-tez paylaşacağım. Kızardı. Allah. Çok şey yapsam kurulacak. Suyu kuruyacak oğlan oraya. O fransız kahve falan geçiyor. O birinci yok. Niye ayağı kalktı ona? Ellerine sağlık. O da Ya o yiyeceğiniz ara. Sağ ol. Teşekkür böyle bu meyler böyle. Burada toyuq iri doğrandığına görə dəriləri yanmışdı. Yəni ki, onu əsas xırda doğramaq lazım idi. Dəriləri də kesmək lazım idi. Yəni yanan kebab deyil,
salanan dərilər idi. Nilay, normaldesin. Baba gelir soyuq. Ha, orayı az soğuk yani. Onu gelir. Sen tap. Siz verene şükür yiyin. Ne? Gel. Ağaç. Ne istiyorsun? Ağaç. Bak ya. Sana da karpuz. Yok da ona göre. Artıq axşamda idi, belə çıxdıq gəzməyə. Gəlmişik. Restorana. Belə çəkim. Hovuzdan sonra oldu. Bir yerə gəl. Ты зачем ломаешь? O renkli balık görmüş görürsün. Çok yaz balık. Şey, balıcı balık, sırada balık abi. He çok Akvaryum temizleyenler. Bölünübdür, o siz özünüz orada. Марушка! Марушка! Bəli. Кушать будет. Что? Rahim. Eləmi Rahimcik? Я не уточняла. Da. Да. Çayımızı içəndən sonra gəldik evə. Biraz söhbət elədik, sonra isə belə otun üstündə dayandım. Səhər də eləmişdim. İnsana çox gözəl təsir edir. Otda ayağım qoy. Mən qorxuram nəsə olar. Amma qoydum. Artıq səhərdə tez oyanmışam. Çünki saat 12-də evdən çıxmalıyıq, çatdırmalıyıq. Ona görə 8-dən oyanmışam. Bu da sonuncu səhər yeməyimiz. Hər şey var maşallah. Samovar da hazır, Nilay da hazır, Rahim də. Yığışmışıq bütün hazırıq. Artıq marajnalar axşam yemədik yadımızdan çıxıb. Marajnamızı yeyirik, eviyyəsində gözləyirik gəlsin, evi təhvil verib çıxaq. Sonluq marajna qonaqlığına bitirdik. Belə bir evdir, qonaq otağı. Bu da yataq otağıdır, bu da. Burada hamam, tualet. Burada da bizim yataq otağımızdır. Belə. Oy, çox qəşəng yerdir. Burada da belə bir güzgü. Mən belə gəlirsən, burada mətbəx. Burada da çöl mətbəxidir. Çox qəşəng evdir. Çox gözəl evdir. Gəlmişik günə baxanların yanına şəkil çəkdirməyə. Hamı da şəkil çəkdirir. Biz də gəldik. Hə Rahim? Su, gedək maşını içərsən. İsmayılda günə baxanlarla şəkil çəkdirəndən sonra gəldik. Şamaxıda Diri Baba pirinə ziyarət elədik. Burada mağaralar var idi, oranı da gəzdik. Sonra isə Bakıya gəldik. Bakıya da gələr gəlməz dayanmadan işlərimi gördüm. Evi tosuranladım, sildim. Gecə saat artıq 11-12 idi. Mən başladım dincəlməyə. Qalxırıq Sevayla namaz qılmağa. Diri baba deyirlər. Diri Baba, mən də Piri Diri Baba. baba deyirlər. Çünki rəvayətə görə diri bastırırlar. Diri baba çürümür bədəni, iyi vermir. Sevan vlogunda var idi bu yer. Nə çəkinirsən? Mən səninlə tutum çıxa bilirsən. Getdi. Ziyarət də var imiş. Orada ziyarətgahdır. Qalxarıq siz. Keç. Artıq vlogumu yekunlaşdırıram. Kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. Vloglarımı yaxınlarınızla paylaşın. Növbəti vloglarda görüşərik.